Deməli, burada read oxuma rejimidir. Buna vursam, sənədim keçir oxuma rejiminə. Bax, bu formada kitab şəklində oxuyuram. Fikir verdin? Oxuma rejimi deyirik buna. Hə. Sənəddən tamam çıxdım sadəcə. Escape vurub çıxmalıydım. Sənəd deyildir. Daha sonra yəni bunu da qaydasına salaq. Print layout elə çap rejimidir. Çapda necə görünəcək? Onu göstərir ki, çapda. Read mode oxuma rejimi, read oxumaq deməkdir. Yəni print layoutda indi olduğu rejimdə göstərir. Sonra burada var web layout. Web layout nədir? Web səhifədə gələn mənim mətnim çıxacaqsa, onun orada necə göründüyünü mənə təsvir edir ki, bax bu formada göstərəcək sənin mətnini. Sonra yenə print rejimidir, outline, qaralama rejimidir. Burada bir dənə xüsusiyyət var. Məsələn, sən bunu çəkib buralıqda bunları bax, gətirib qoyuram, deyirəm, kompüter sözü burada olur. Bu nöqtələrdən bunu yer dəyişmə edə bilərəm. Necə deyirəm, abzasların başlıqlarında yer dəyişmə edə bilərəm. Yaxşı. Hə. Daha sonra qaralama rejimidir. Burada da oxuyursan. Qaralama rejimində oxumaq olur. Format. Sonra keçirik yenə print rejiminə. Bu məsələn qoyuram buradan. Oxuyur. Oxumalıydı. Компьютер 1, VVLKA. Aha, oxuyub sadəcə olaraq. Sonra indi necə deyirlər? VVLKA yazılız. Компьютер 2NG. Əvvəlki Компьютер. bizdə elə yaxşı səslənmir. Əsasən ingilis dilində yaxşı oxuyur. Yəni işləyir. Daha sonra burada nə var? Vertikal formada. Sənədi bu formada mən yanaşı görə bilmirəm. Birindən digərinə keçmək. Bax, bu formada. Bu formada. Bax, birinə kitab kimi elə bir vərəqləyirəm. Buradan aşağıdan çubuqla. Bu vertikal, bu indiki rejimdir. Bu isə side to side. Kitab vərəqliyinə çevirir. Əsasən vertikal istifadə edirik. O bir çox burada görünür. Sonra rulə, xəttkeşi var. Yuxarıdakı xəttkeşi. Hə, bildim. Bunu xəttkeşi indi sənə bir şey göstərəcəm. Məsələn, seçilim bu abzasda. Bax, bunun birinci sənəd mətn abzası hərəkət elətdirir içəri doğru. Bu isə bu. Bax, aşağıdakı sətri hərəkət elətdirir, nizamlayır. Bundan da istəsən istifadə edə bilirsən. Əslində, bax, bu da var, bu yuxarıdakı. O çox tutuzdura bilmir. Bu formada. Evet. Daha sonra diritlər, tor xəttlərdir. Bəzən vaxtı tələbələr kopyalayırlar, gətirirlər sənədi. Deyirlər ki, ay mən kopyalanmamışım. Deməli, kopyalayanda bax, bu sənədin arxası ağ rəngdə olur. Amma özün yazanda bax, bu hissə var axı. Bax, tor xəttlər görünən yer əllə yazılmadı. Amma bu hissə ağ rəngdədir, yəni burada tor xəttlər görünmür. Normal yazıda tor xəttlər görünür. Amma kopyalanma olanda tor xəttlər və yaxud da arxasında bir rəngləmə olanda onlar görünmür. Bax, özüm yazıram, tor xəttlər
içərisində yazır. Amma bax bu kopyalanmış, necə deyərlər, internet səhifəsi. Arkasında torxat yoxdur. Bəli. Ondan da bilmək olar. Bir də rəngləmə verirsən, vərəqi rəngləyirsən. Onda rəngləmir bu yazı hissəsini. Amma normalda özün yazanda rəngləyir. Hə, sonra deyirlər ki, müəllimə, siz hardan, mən özüm yazmışam, siz hardan bildiniz ki, o mən yazmamışam, amma mən yazmışam. Sonra, burada navigation pane var. Bunu vuranda axtarır. Bunu Home-da da keçmişdik. Bu hissədən find axtarışda açırdı buranı. Sözə. Bəli, başlığa görə, vərəqə görə, başlıq, mövzu başlıqlarına görə, paraqrafa görə, resursa görə, yəni axtarış eləyir. Yəni nə isə yazdın, sözü axtardı, cümlənin mətnini axtardı, tapdı, verdi sənə. Daha sonra burada var, bu zoomlamaqdır, böyüdüb kiçiltmək istifadə olunur. Bu vərəqi 100% də göstərir. Bu one page-də bir vərəq bu formada göstərir. Multi-page daha çox vərəq rejimində göstərir. Bir də page list. Məsələn, indi siz müəlliməsindən, məsələn, hər hansı bir dərs izah edəndə əsasən bunu vurur. Vərəqi ekrana yerləşdir. Baxın, bu one page hara bu formada və yaxud da 100% budur da, normalda yazılı burada işlədir. Amma page with vərəqi ekran boyda, yəni böyüdür. Bu yaxşıdır ki, tələbələr daha yaxşı görür hərfləri. Hə, bildim. Sonra var new window. Bu vuracam sənədimi başqa Word vərəqində kopyasını yaratdı. Biri budur, biri digəridir. Bunu. Sonra bax bu formada, bu əmrdə bunu sıralama göstərir. Biri bu, biri o. Yəni neçə dənə açıq vərəqim varsa, hamısını açıb göstərəcək. Sonra split. Məsəl üçün, yuxarı ilə aşağı mən kəsmək istəyirəm. Məsəl üçün, bura ilə aşağını müqayisə eləmək. Ya yuxarıda cədvəldə adlarla istəyirəm ki, dayansın, donsun. Buradan vuracam. Bax, bu yuxarıdakı qaldı yuxarıda. Aşağıdakını fırlada bilirəm. Remove split eləyəndə o kəsilməni götürür. Sonra var view side by side. Bunu eləyəndə bax, iki əmir bir yerdə işləyir. İki dənə müqayisə, eyni vərəqi müqayisə eləyə bilirlər. Bu formada. Hə, bildim. Başa burada liyə keçsəm, görürsən, əmrlər burada qarışır. Bu formada müqayisə eləmək var. Normalda bu formada müqayisə eləyirik. Yaxşı. Hə, bildim. Daha sonra qayıtdı özə. Bax bu, həmin bu side by side əmrində, bax bunu vursam, ikisini bir yerdə, necə edirlər, sürüşdürüb aşağı yuxarı eləyə bilirlər. Bunu vursan, o iki sənədi birləşdirir. Eyni sənəd yaradır. Hər-hazırda söndürmüşəm. Bax, bu hərəkət elətdirirəm, bu hərəkət elətdirə bilmirəm. Və yaxud da bunu hərəkət elətdirəndə bu hərəkət elətdirə bilmirəm. Amma, bax, məsələn, bunu vursam, indi yenə bu side by side yandırsam, o birində açsam və ikisini də bir yerdə hərəkət elətdirə bilirəm. Bu da belə bir əmrdir. Və yaxud da ki, deyirəm ki, bu iki sənədi birləşdir. Bu birləşdirəcək. Bunu söndürək, aşağı indirək. Side by side əmrini də bağlayaq. Bağladım. Bu formada. Sonra switch Windows. Məsəl üçün, məndə iki dənə də Word sənədi. Biri budur, biri budur. Birindən digərinə bax, buradan avtomatik keçid eləyə bilirəm. Yaxşı. Hə. Sonra bu, belə bir əmr var, makros. Makros nədir? Bir neçə əmri yığıb bir yerdə istifadə eləmək. Record makros eləyirəm. Deyir, düymə ilə, yoxsa keyboard, yəni klaviatura. Mən deyirəm ki, Ctrl L olsun düyməsi. Vurdum.
əlavə ilə bağladım. Sonra bax bu formada şey yarandı. Hə. Kaset işarəsi. Keçirəm Home'dan. Məsələn, bunu seçdim, qalınlaşdırdım. Bir də italit elədim. Bir də altından xətt çəkdim ki, daimi olaraq bunu işlədəcəm. Sonra keçirəm View bölməsindən. Bunu söndürürəm. Deyirəm ki, Stop Recording. Stop'u vurdum. Aha. Keçirəm indi bu aşağıdan. Buranı seçib elə vururam. Baxın, avtomatik keçdi. Ctrl elə vururam. Artıq o mənim makrosumdur. Bu sənəddə hər hansısa bir sözün altından xətt çəkmək istəsəm, gəlib Ctrl elə vuracam. Yeni funksiya əlavə elədim sanki. Bu formada istifadə edirəm. Hə, bildim. Bunun rəngini canlı hər şeyini dəyişdirmək olur da. Rəngə işləmir məndə. Bəlkə işləyir, amma mən kompüterimdə işləmir. Hə, bildim, başa düşdüm. Hə, rəngə götürmürdü. Ona görə də rəng demirəm. Bu view dərsimiz də bu qədər.